Aleksandr Kuprin, Natalya Davıdovna. O, 16 il Alicənab Qızlar İnstitutunda sinif rəhbəri kimi çalışmışdı. Direktor və xüsusi olaraq yüksək rəhbərlik tərəfindən çox böyük hörmətə layiq görülmüşdü. Onlar onun pedaqojik ciddiyyətini, işə olan vəfalığını və uzun illərin səriştəsini qiymətləndirirdilər. Başqa sinif rəhbəri kimi çalışan xanımlar arasında söz-söhbət gəzirdi ki, onun direktor xanımla sıx gözəl əlaqəsinin səbəbi çay saatında buradan çatdırılan xəbərlərdir. Ona görə onu sevmir, ondan kənar gəzməyə çalışır və ondan qorxurdular. Natalya Davıdovna şagirdləri olan qızlar üzərində əsirdi. Onun sinifi davranış üzrə, təhsildə uğurlar üzrə həmişə nümunəvi olurdu. Lakin bütün bunları sinif rəhbəri səsini qaldırmadan, cəza vermədən, hətta valideyn və rəhbərliyə qızlardan şikayət etmədən əldə edirdi. Onun soyuq baxışında nəsə bir hökm vardı. Sakit səsində özünə əmin olan bir güc hiss olunurdu. İnstitutun hazır cavab ailəsi ona yapışıb qala biləcək bir ləqəb belə tapa bilməmişdi. İnstitut kursunu qızı modella bitirdikdən sonra o elə burada qalıb sinif rəhbəri kimi çalışmağa başlayıbmış. Onun nə uzaq keçmişində, nə də indiki həyatında günahsız olan bir sevgi əhvalatı belə yox idi. Sanki bu dünyaya sinif rəhbəri olmaq üçün gəlibmiş. Lakin o çox gözəl qadın idi. Onun sarı rəngə çalan, günəşdən qaralmış incə dizgili üzü çoxlu xallarla örtülü idi. Belə vərəm xəstəsi tərzdə sifətlər kişilərin çox xoşuna gəlir. Onun incə belinə bütün institut həsəd aparırdı. Lakin buna baxmayaraq heç kim onunla tanış olmağa cürət etmirdi. Onun hər bir pərəstişkarına elə gəlirdi ki, yüngül sayağı deyilən bir kəlmə bu qızın xətrinə dəyə bilər. Hansı qız ki, özünü uşaqların tərbiyəsinə həsr edib. İnstitutun ən məşhur himayədarlarından biri ona daimi keşişçi deyirdi. Həqiqətən, bu xidmətə qadın sutkanın 20 saatını həsr edirdi. Qalan 4 saatı isə onun uykusuna gedirdi. Sözün açığı, bəzən gecə yarı oyanıb, həmişəki kimi korsetini bərk sıxaraq, xüsusi formalı donunu, düymələrini sonuna qədər bağlayıb, sakit addımlarla institutu gəzirdi. Onun diqqətindən göyərçinlərinin həyatında baş verən xırda bir şey kənarda qalmırdı. Sanki o düşüncələri ilə onların daxilində idi. Uzun xidmət ərzində Natalya Davıdovna yalnız bir dəfə uzun müddətli məzuniyyətdən istifadə etmişdi. Yalnız bir dəfə həkimin məsləhətinə görə xidməti zamanı ziyan görmüş sağlamlığını düzəltmək üçün 4 ay ərzində Odessa sahillərində çimib dincəlməyə getmişdi. Bu hadisədən başqa demək olar heç vaxt qadın institut divarlarını tərk etmirdi. Çox nadir hallarda 2-3 aydan bir şənbə və bazar günləri xəstə bibisinin yanına qalmaq üçün izin istəyirdi. O bibisi ki, şəhərdən kənarda, ucqar bir yerdə yaşayır və qadın xəstəliyindən əzab çəkir. Bu ağır xəstəlik yaşlı qadını kreslodan qalxmağa belə imkan vermirdi. Lakin xəstə və əsəbi qadının yanında dəhşətli, yuxusuz bir gecə keçirdikdən sonra Natalya Davıdovna səhər tezdən özünü instituta tez çatdırırdı ki, öz sinifi ilə birlikdə səhər yeməyinə gedə bilsin. Xidmət bitdikdən, direktor qadın xaça dua etdikdən, sinif rəhbəri olan xanımlar duadan qayıdıb rəhbərliyə reverenslar etdikdən sonra direktor xanım Natalya Davıdovnanı yanına çağırıb deyirdi. Bibiniz özünü necə hiss edir? Ona yalnız Tanrı yardım edə bilər. Niyə onun yanında çox qalmadınız? Qayıtdım ki, öz xidməti borcumu yerinə yetirim, Knyaginya. Mənim övladım, çox xəstə bir görünüşünüz var.
Bibim bütün gecə gözünü belə qırpmayıb. Əziz övladım, siz öz sərhəddinizə ziyan vurursunuz. Tez gedib rahatlanın. Ha, mənim əzizim, elə indi sizə bulyon və şərab gətirilməsi üçün əmr verəcəm. Belə istirahət günləri Natalya Davıdovnanın görünüşü həqiqətən xəstə kimi olurdu. Sanki o çox ağır bir xəstəlikdən ya da ağla gəlməz orgiyadan sonra qalxıb gəlibmiş. Üzü çox bəyaz və yorğun olurdu. Göz ətrafında qara ləkələr, dodaqları qurumuş və çatlamışdı. Amma iş onda idi ki, Natalya Davıdovnanın heç bir birisi yox idi. Heç vaxt olmamışdı. Və təəccüblü odur ki, 16 il xidməti zamanı buna şübhə edən belə tapılmamışdı. 2-3 aydan bir, şənbə günü, Natalya Davıdovna ciddi tərzdə direktor xanıma yaxınlaşıb soruşurdu. Knyaginya, icazə versəydiniz, bibimi ziyarətə gedərdim. Əlbəttə, mənim balam, yalnız özünüzü çox yormayın. Və Natalya Davıdovna öz göyərçinlərinin yorğuncu günün sonunda dərin yuxuya getdiklərinə əmin olduqdan sonra sakitcə institut divarlarından çıxır, hörmətlə baş əyərək qapıçı və şveytsarın yanından keçirdi. Darvazadan kifayət qədər uzaqlaşandan sonra o cibindən siyah və qalın vualini çıxarıb üzünü onunla örtürdü və elə həmin an dəyişib başqa biri olurdu. O artıq gəzəgən qız, sərgüzəşt axtaran tikişçi qadın ya da dükanda çalışan satıcıya çevrilirdi. Dəqiq və ciddi sinif rəhbərindən başqa nə istəsəniz ona bənzəyirdi. O azad, şivəli, yüzlərlə kişiyə məxsus olmaq arzusunda olan qadın kimi yeriyirdi. Ehtiyat və diqqətlə üzbəüz gələn kişilər arasında tanış olub olmamağına nəzər yetirirdi. Onlarla öncədən qarşılaşmamasına əmin olmağa çalışırdı. Gözəl vücudu kişiləri cəlb edirdi. Lakin bütün təkliflərə inkar edici şəkildə başını tərpədirdi. Yalnız çox zəhlətökən və sərxoşlardan canını qurtarmaq üçün qışqırıb qaçırdı. Qadın axtarışda idi. Gizli, qüsursuz illərin instinktinə sadiq olaraq ona valeh edici şəkildə baxan kişilər arasında özünə lazım olan birini axtarırdı. Baxışdan, alt çənənin vəhşi görünüşündən, bəyaz və xırda dişli təbəssümdən, yerişdən o ehtiraslı, doymayan, yorulmayan erkeği tanıyır və onu seçirdi. Yaraşıqlı görünüşə, yaşa, geyimə tamamilə fikir vermirdi. Seçdiyi bəzən qoca, bəzən qozbel, bəzən isə yeni qanadlanmış gənc ola bilərdi. Seçdiyi qurban ondan yan keçə bilməzdi. Təsadüfi biləyi ilə toxunuş, cəld bir baxış, küçədə işlədilən kəlmə, sözün dediyi səs tonu, bunlar onunla yaxınlıq etmək arzusunu gücləndirirdi. O seçdiyi qurbanını harasa uzağa, şəhər kənarına, çox pis reputasiyası olan çirkli mehmanxanaya aparırdı və bütün gecəni dincəlmədən, ağlında olan sonu görünməyən həzzə qovuşurdu. Səhər onun təsadüfi dostu yorulmuş, bitmiş halda ağır yuxuya gedən zaman qadın sakitcə yataqdan qalxır, geyinir, gecə üçün nəzərdə tutan borcları ödəyib, tələsik faytonla instituta qayıdırdı. Heç vaxt o heç kimə ikinci görüş verməmişdi. Birinci dəfə yaxınlıqdan sonra ondan bunu yalvaranlara baxmayaraq heç bir kişi onun üzünü təkrarən görməmişdi. Bir dəfə onun məşuqu bir əsgər oldu. Əsgər orta yaşlı və ağır cüssəli biri idi.
Deyəsən qərargahda yazı işinə baxırdı. Bu hadisə dekabrda baş vermişdi. Səhər, sübh çağında. Pəncərə arxası işıqlanan zaman kişi qadının nəvazişlərindən ehtirasa gələrək onu qucaqladı. Başını sinəsinə qoydu və birdən xırıldayıb hərəkətsiz qaldı. Bir neçə saniyə Natalya Davıdovna ondan nə olduğunu soruşan zaman artıq yazar soyumuşdu. Qadın nə olduğunu anlayıb elə ürək dağıdıcı səslə qışqırdı ki, səsinə mehmanxanada işləyən nökərlər gəlib qapını sındırdılar. Yarım saatdan sonra polis və məhkəmə müstəntiqi gəldi. Müstəntiq yaşlı və ağıllı biri idi. O, Natalya Davıdovnanı tanıdı. Hər 4-cü gün institutun qəbul otağında öz qızını ziyarətə gələn zaman onu görürdü. Adam bu işin üstünü örtmək istəyinə olmasına baxmayaraq, qadının həyasızlığından dəhşətə gəldi. Ölən şəxsin qorxusundan artıq özünə gəlmiş qadın, hansı şəxs ki, onun döşünü tutub vəfat etmişdi. Həmin bu qadın artıq həyatının məhv olduğunu anlayıb, açıq və abırsız halda hər şeyi ona anlatırdı. Müstəntiqin qarşısında, alt dumanında durub, çılpaq qolları ilə uzun saçlarını toplayırdı. Ağzında tutmuş saç sancaqlarını buraxmadan onları nəql edirdi. Sizi təəccübləndirir ki, 16 il ərzində heç kimdə heç bir şübhə olmayıb? Hə, bu mənə qəribə bir həzz verirdi. Bəzən otağımda tək qalan zaman bunları xatırlayıb gülməkdən ölürdüm. Bu möhtəşəm həzdir. Deyirəm sizə, səhərlər müqəddəs, axşamlar əxlaqsız olmaq. Siz evli kişilər belə gizli ləzzətləri məndən yaxşı anlayarsınız. İnanmazsınız. Amma heç kimin ağlına belə gəlməzdi ki, mən Odessa limanlarına dincəlməyə deyil, hamilə olduğum üçün getmişəm. Müstəntiq ona maraq və dəhşətlə baxırdı. Siz həqiqətənmi bir dəfə də olsa tanış biri ilə qarşılaşmadınız? Yox. Qadın qəhqəhə çəkdi. Yox, xoşbəxtlikdən qarşılaşmadım. Bir də əgər qarşılaşsaydım, mən heçlə risk etmirdim. Getməyi təklif edəcəkdim və salam. Bəyəm bu təklif original olan sizi belə ardımca qaçmağa məcbur edə bilməzmi? Siz yəqin mənim qüsursuz olduğum haqda çox duymuşsunuz. Sonra darağı başına sancıb, kresloda sakit əyləşib əlavə etdi. Əziyyət olmasa, birini instituta mənim əşyalarımı gətirmək üçün göndərin. Hə, bir də mənə səhər yeməyi verilməsi üçün sərəncam verin. 1896-cı il.